Hər vaxtınız xeyir əziz izləyicilər. Mən bu gün sizə göbələk xəstəlikləri haqqında danışmaq istirdim. Təbiətdə 500-ə yaxın göbələk törədicisi məlumdur. Son zamanlar çox müraciətlər olur dəri göbələkləri ilə. Deyərdim ki, həddən artıq çox müraciətlər, yoluxmalar var. Adından da göründüyü kimi bu yoluxucu dəri xəstəliyidir. İlk növbədə oradan başlamaq istəyirəm ki, ailədə hər hansı bir nəfərdə göbələk xəstəliyi varsa, mütləq şəkildə gigiyenik qaydalara əməl olunmalıdır ki, evdə qalan digər ailə üzvlərinə yoluxmasın bu xəstəlik. Dediyim kimi, son zamanlar həddən artıq çox sayda göbələk yoluxmaları ilə müraciətlər var və düzgün müalicə və yaxud da deyək ki, dezinfeksiya, profilaktika tədbirləri görülmədiyi üçün hər hansı insanın özündə hətta diffuz şəkildə dərinin bütün bölgələrinə yayıla bilir. Göbələklər selikli qişaları, dərini, saçı, dırnaqları zədələyir. Mən sizə ən əsas danışacağım, dediyim kimi, hal-hazırda daha çox müraciət olunan xəstəlik kimi qasıq epidermofisiyası, səthi mikozlar. Bir bölgəyə yoluxan göbələk xəritə şəklində demək olar ki, dərinin hardasa 4də1, 3də1-nə qədər yayıla bilir. Bu da yorucu qaşınmalar, xoşa gəlməz bir problem yaradır insan üçün. İlk öncədə oradan başlayaq ki, şəxsi gigiyena qaydalarına düzgün əməl olunmalıdır. Paltarlar, yataq ağları, qətvə, hər bir şey normal dezinfeksiya olunmalıdır. Müalicə fonunda qida tərzini düzgün seçmək lazımdır. Deyim ki, qazlı, şirin içkilər, şirin qidalar, acılı qidalar, ədviyyatlı qidalar da dəri pH-ına müəyyən qədər öz təsirini göstərir və nəticə etibarilə göbələk xəstəlikləri həmin insanların dərisində daha rahat yaşayır və artıb çoxalır. Təbii ki, pasiyent bizə müraciət edincə hər xəstəliyə uyğun və burada da göbələklərə qarşı antifungal müalicələr aparılır. Müalicə tərəfi dermatoloqlara aiddir təbii, amma sözlərimdə vurğuladığım kimi bu xəstəlikdən qurtulmaq üçün qalan o profilaktika pasiyentin öz üzərinə düşür. İlk növbədə dezinfeksiya qaydalarına düzgün əməl olunmalıdır, həmçinin qida tərzinə. Dediyim kimi, gigiyenaya diqqət yetirərsənizsə, yoluxmadan yayınacaqsınız və düzgün müalicə aparıldıqda tezliklə bundan qurtula bilərsiniz.